Salam hörmətli müəllimlər, mən MHM Tədris Mərkəzinin tarix müəlliməsi Süreyya Allahverdiyeva. Biz bu gün sizinlə MİQ və sertifikasiya üçün paylaşılmış model suallara uyğun bir sual tipinə baxacağıq. Hansı ki, bununla bağlı informasiya heç bir dərsliklərdə yoxdur. Bunlar daha çox ali məktəblərdə tədris edilən və tədris etdiyim sahə ilə əlaqədardır. Tarix elminə baxış bucaqları. Deməli, birinci sualımıza göstərilir ki, tarix elminin əsas məqsədimiz, elmimizin əsas məqsədi keçmiş hadisələri araşdırmaq və onları elmi əsaslarla izah etməkdir. Elmi baxımından izah etməkdir. Bəli. Lakin tarixi hadisələrin tam və dəyişməz şəkildə bərpası həmişə mümkün olmur. Çünki indi biz bu boşluğu doldurmalıyıq. Aşağıdakılardan hansının bu parçanın sonuna əlavə edilməsi fikri düzgün tamamlayır? A variantına baxanda deyir ki, tarixi hadisələr əsasən siyasi proseslərlə bağlıdır. Bunu tam olaraq düzgün götürsək, tarix elmini bir dəfəlik öldürmüş olarıq. Çünki sadəcə siyasi proseslərə tarixi bağlamaq tarixin elmiliyini itirmiş olar, elmi əhəmiyyətini itirmiş olar. Çünki elmi baxımdan, yəni həqiqət bir dənədir, doğru bir dənədir, yəni istiqamət olaraq və bu artıq tarix elminin düzgün bir informasiya deyil, düzdür. Siyasi proseslər birbaşa təsir göstərir. Tarix bir siyasi fəndir eyni zamanda paralelində. Amma %100 təsir edilmir, xeyr. Bunu yanlış olaraq götürürük. B variantını göstərir ki, tarixi mənbələr dövrə, müəllifə və baxış bucağına görə fərqlənə bilər. Bu daha dolğun bir cümlədir. Dövrə görə fərqlənə bilər, bəli. Niyə görə? Məsəl üçün, hər zaman mən bunu dərsdə qeyd edirəm ki, vaxtikən Bakı Xanov, yəni Axundov adına kitabxananın qarşısında deməli Səfər Şamyan heykəli var idi və 26 Bakı komissarlarına poemalar yazılırdı. Amma 70 ildən sonra mövcud siyasi rejim dövr dəyişdi və bütün reallıqlar ortaya çıxdı və istər 26 Bakı komissarının, xüsusən də Şamyanın rəhbərliyi altında olan dəstələrin əlində Azərbaycanlıların qanı olduğu, günahsız Azərbaycanlıların qanı olduğu öz təsdiqini tapdı və buna lazımi hüquqi və tarixi dəyər verildi. Yəni dövrə görə dəyişə bilər, normal bir haldır. Müəllifə görə dəyişə bilər, bəli, çünki hər tarixi dövrdə yazan müəllif də eyni baxışda deyil axı. Bu zaman fərqli baxışlarda, fərqli yanaşmalarda olan tarixçilərə haqsızlıq edilmiş ola bilər. Məsələn, müəlliflərdən biri biz tarix dərslərini keçirik. Heydər Hüseynov, hansı ki öz tarixi baxışlarına görə, fikirlərinə görə, əsərlərinə görə hətta mükafatı belə əlindən alındı və yəni reallıq ondan ibarət ki, sonra intihara belə məcbur qaldı. Yəni müəlliflərin baxışları da fərqlidir. Yəni bu dövrlə də sadəcə məhdudlaşdırılmır. Baxış bucağı, bəli, tarix çox baxışlı bir fəndir, müxtəlif baxış bucaqları var, müxtəlif nəzəriyyələr var, müxtəlif yanaşmalar var. Elə insanlar var ki, deməli, məsələn, Xürrəmlər hərəkatına müxtəlif tarixi dəyər verir, tarixçilər içərisində başqa müxtəlif tarixi dəyər verənlər var. Yəni B variantı daha dolğundur. Yəni sadəcə siyasətə bağlamır. Dövrlə də, müəlliflə də, baxış bucağı ilə də əlaqələndirir və bu daha məntiqli və daha dolğun bir cavabdır. B variantı doğrudur. C-də deyir ki, tarix digər ictimai elmlərlə sıx əlaqədardır. Bəli, əlaqədədir. Bu niyə problem olsun? Yoxsa bu müsbət tərəfidir. D-də deyir ki, tarix elmi zaman baxımından qədim və yeni dövrlərə bölünür. Bu da müsbət bir tərəfidir. Çünki biz qədim dövrdən müasir dövrə qədər baş verən prosesləri ardıcıllıqla öyrənirik və sistemləşdiririk. Niyə problem olsun ki bu da? Y-də deyir ki, tarixi hadisələr xronoloji ardıcıllıqla öyrənilir. D ilə eyni mənanı verir. Əgər D, yəni problem törətmirsə, əksinə müsbət bir sahədirsə tarixin, təbii ki, Y də müsbət sahəsidir problemini və tam doldura bilmədiyimiz tərəfi dövrə, müəllifə və baxışa görə olan fərqlərdir. Amma mən hər zaman qeyd edirəm ki, tarix insanlarla danışır və bizə həqiqətləri fısıldayır. Növbəti dərsdə görüşmək diləyilə. Sağ olun.